Salam uşaqlar, bugün atdığım test 5-in izahlarına baxacağıq. Deməli, birinci sualda məntiqi ardıcılığı tamamlamaq lazımdır. Burada 1 vahid çoxalır, burada 2 vahid çoxalır, 3 vahid çoxalır. Deməli, 1 vahid çoxaldı, 2 vahid çoxaldı, 3 vahid, sonra 4 vahid çoxaldı, 5 vahid çoxaldı. Yəni, bu qayda ilə davam edir. Biz də 6 vahid çoxaltmalıyıq. Cavab C variantı. 7-nin üstünə 5 gəlib, sonra 12 olub, 12-nin üstünə 10 gəlib, 22 olub, 15 gəlib, 37 olub, 37-nin üstünə 20 gəlib, 57 olub, 25 gəlib, 82 olub. Biz də 82-nin üstünə 30 gəlməliyik. Çünki 5-5 gedir bu. 82 o da 30 eləyir 112. Burada oxlara fikir vermək lazımdır. Yəni 8 olmalıdır ki, 8 üstünə 8, 16, 8-i 4-ə böldün 2. Üstünə 10 gəldin 12. Burada neyi 3-ə bölüb 12 eləyib 36 olmalıdır. 36-nı 3-ə böləndə 12, 36 4-ə bölürsən eləyir 9. Oxların istiqamətinə fikir verin. Burada nə edirik? Deməli 3 gəlib. Burada 3 gəlib. Deməli sonra 6 gəlib. 5 üstünə 6 gəlib. Sonra üstünə 12 gəlib. 2-yə vurub 1 də gələ bilərik. Üstünə baxın. 2-ni 2-yə vurur 4, üstünə 1 gəlir 5. 2-yə vurur 22 üstünə 1 gəlir. Bu qayda ilə də demək olar. İndi dediyim qayda ilə də olar. 2-yə vurub üstünə 1 gələcək. 95-i 2-yə vuranda eləyir 190. O da 1, 191. Yəqin ki, aydın oldu. Burada dediyimdə o bir üsulla davam eləmək olar. Baxın, 3 gəlib, 6 gəlib, 12 gəlib. Sonra 24 gəlib. 2-yə vurur da, yəni 23 üstünə 24 gəlir. Üstünə 48 gəlib. Biz üstünə elə bir 96 gəlməliydi. Yenə də eləyir bu cavab. Burada nə eləyir? 2 vahid çoxalıb. Sonra 4 çıxıb. 2 vahid çoxalıb, 4 vahid çoxalıb, daha doğrusu sonra 6 vahid çoxalıb, 8 vahid çoxalıb, 10 vahid çoxalıb. Sonra baxın 2 gəlib, üstünə 14 olub, 4 gəlib, üstünə 6 gəlib, 8 gəlib, 10 gəlib, 12 gəlib, biz də 14 gəlməliyik. Eləyir 68 D variantı. Daha sonra 40-dan 2-ni çıxıb, 38, 38-dən 3 çıxıb, 4 çıxıb, 5 çıxıb, 6 çıxıb, 7 çıxıb, biz indi 8 çıxmalıyıq, eləyir 5. 7-ci suala gəlsək, 8-in kvadratı 64, 9-un kvadratı 81, 10-un kvadratı 100 eləyir, 11-in kvadratı 121, 12-in kvadratı 144, biz də 13-ün kvadratı 169. Burada nə eləyib? Deməli, 100-ü bölüb 2-yə, 2-yə bölüb 50, üstünə 10 gəlib 60. Sonra 60-ı bölüb 2-yə 30, üstünə 10 gəlib 40. 40-ı bölüb 2-yə 20, üstünə 10 gəlib 30. 30-u bölüb 2-yə 15, üstünə 10 gəlməli 25. Burada nə edib? Üstünə 4 gəlib 9 olub. Sonra üstünə 8 gəlib 12 gəlib 29 olub. Deməli neçə gəlib? Baxın 4 gəlib 9 olub, 8 gəlib 17 olub, 12 gəlib 29 olub. 4 artır da 16 gəlib. Bu üstündə yazdıqlarım 4 artıb. 16 gəlib 45 olub. Sonra 20 gəlib 65 olub. Biz də 24 gəlməliyik. 4 artır yuxarıdakı 65, o da 24 eləyir. 89 D variantıdır. Burada 3-ü 2-yə vurub 6, 12-yə vurub 20, 24-ü 2-yə 48, 52-ni 2-yə, 104-ü 2-yə vurmalıyıq. 208 olmalıdır axırda. Növbəti bir dəqiqə 3-ü 2-yə vurub 6, üstünə 4 gəlib 10. 2-yə vurub deməli 20, üstünə 4 gəlib 24. 2-yə vurub 52, 48 üstünə 4 gəlib 52. 2-yə vurub 104, üstünə biz neçə gəlməliyik? 4 gəlməliyik. 108. Yəni doğru cavab 108-dir. Sonra deməli 11 üstünə 4 gəlib, üstünə 8 gəlib, üstünə 16 gəlib, üstünə
deməli 32 gəlib. Bunlara fikir verin, 2-yə vurulub qırmızı ilə yazdıqlarım. Üstünə də 64 gəlməli. Bu da eləyəcək 100 yox, 96. 71-in üstünə 64 gələcək. 71, 64, 135 D variantıdır. Yəqin ki, düşməyib burada. Növbəti 12-ci sual. Burada 3-ə vurulub 12. 4-ün üstünə 4-ü 3-ə vurub 12. Sonra üstünə 4 gəlib. Yox, belə deyil ardıcıllıq. Onda nə edək? Gəlin elə belə fikirləşək. Üstünə 8 gəlib, sonra 4 gəlib. 8 gəlib 12 olub, üstünə 4 gəlib. Sonra burada 12 gəlib. Bax, bu 12 bunların cəmidir. Üstünə 12 gəlib 28. Növbəti üstünə gəlib 16. 28 üstünə 16 gələndə 44 olur. Bu 16 indi bax bunların cəmidir. İndi 44-ün üstünə 28 gəlməlidir. Bunların cəmi. 44 üstünə 28 gələndə 72 eləyir yenə də. Sonra üstünə 16 üstünə 28 gələndə neçə eləyir? 44. Bunları toplayanda 116. Bəli. 116 eləyir. Biz də üstünə neçə gəlməliyik? 28 ilə 44-ün cəmini, yəni 2 yazsam 72 gəlməliyik. 116-nın üstünə 188. Burada nə eləyib? Fikir verin. Burada da o bayaq dediyim qayda var. 3 üstünə 4 gələndə 7. Sonra 4 üstünə 7 gələndə 11. 11 üstünə 7 gələndə 18. 11 üstünə 18 gələndə baxın 29. 11 üstünə 29 gələndə T bərabərdir. 18 üstünə 29 gələndə 7 bir yadda 47. T'ni 47 tapdıq. İndi üz aşağı baxırıq. Üz aşağı 3-dən 7-yə keçib 4 gəlib üstünə. Sonra baxın buradan üz aşağı birinci 4 gəldi üstünə. Sonra 8 gəldi buradan üstünə. Sonra 12 gəldi üstünə. 4-4 gedirik də, yəni indi 16 gəlməliyəm. 43. İndi 20 gəlməliyəm. 63. İndi 24 gəlməliyəm. 87. Çıxılsın 47-ni istəyir. Cavab 40. Növbəti üstünə 3 gəlib. 6 gəlib. 9 gəlib. 12 gəlib. Bir də 15 gəlib. Və biz də 18 gəlməliyik. 3-3 gedir yuxarıda. 57 üstəgəl 18. 75. Burada 1 çıxıb. 4 çıxıb. 9 çıxıb. 25 çıxıb. 25 yox, 16 çıxıb. Kvadratlar olduğunu görürük artıq. Biz də 25 çıxmalıyıq. 1-in kvadratı, 2-in kvadratı, 3-ün kvadratı, 4-ün kvadratı. Biz də 5-in kvadratı 25-i çıxaq. 63-dən 25 çıxanda eləyir 38. 2-yə vurur burada. Baxın 2-yə vuranda 256. 4-ü 2-yə vurub, 8-i 2-yə vurub. Gəldi 7, 8. Üstünə 1 gəlib. 3 gəlib. 5 gəlib. 7 gəlib. Buradan 9 gəlib. 1, 3, 5, 7, 9, 11 olar. Növbəti tək ədədləri yazır. 11 gələndə olur 43. Burada baxın 115 üstünə 7 gəlir. Həmin 7 də bunun rəqəmlərin cəmidir elə. 122 eləyib. 122-nin üstünə 5 gəlir. Həmin 5 də bu rəqəmlərin cəmidir elə. 127-nin üstünə 10 gələndə 137. 10 da bunun rəqəmlərin cəmidir elə. İndi 137-nin üstünə 11 gəlib. 11 gələndə 148. Yəni bu rəqəmlərin cəmidir. 148-in üstünə 13 gəlməliyəm. O da eləyir 161. Deməli, burada nə var? Burada rəqəmlərin cəmi ilə fikir verin. Bu eləyir 10. Toplayanda rəqəmlərin. Bu eləyir 11. Bunu toplayanda 12. Bunu toplayanda 13. Bu 14. Bu 15. Biz də 16 axtarırıq. Burada da 16. Burada 68-i 4-ə böləndə eləyir 17. Oxlara baxın. 17-nin burada indi 13 olmalıdır. 13 üstünə 4 gələndə ox üzü yuxarı qalxır. 17. Burada 39 olmalıdır ki, 39-u 3-ə böləndə bu tərəfi 13-dür. 39-dan 25-in çıxanda eləyir 14. Burada 70 olmalıdır ki, 70-i 5-ə böləndə
14 ya da 14'ü 5'ə vururam 70, tərsinə də. Burada da neçə olmalı? 80 olmalı ki, 80-dən 10 çıxanda 70. 80-dir cavab. Bitdi. 20 sual idi, bu qədər.